Sosial şəbəkələr qaçırılmış yay sindromunu gücləndirir. Sosial şəbəkələrdə yayılan tətil paylaşımları və başqalarının istirahəti ilə öz həyatını müqayisə etmək qaçırılmış yay sindromu adlandırılan psixoloji vəziyyətin yaranmasına səbəb ola bilər. Bu barədə klinik psixoloq Stanislav Samburski məlumat verib. Mütəxəssisin sözlərinə görə yay mövsümü insanların böyük hissəsi üçün xüsusi gözləntilərlə müşayiət olunur. Nəticədə bir çox insan 3 ayı səmərəsiz keçirmək, maraqlı hadisələri qaçırmaq və ya kifayət qədər istirahət etməmək qorxusu yaşayır. Psixoloq qeyd edib ki, sosial şəbəkələrdə paylaşılan səyahət, əyləncə və tətil görüntüləri bu hissləri daha da gücləndirir. İnsanlar öz istirahətlərini onlarla, hətta yüzlərlə başqa insanın paylaşımı ilə müqayisə etməyə başlayırlar. Bu isə daha çox səyahət etmək, daha çox əylənmək və daha çox təcrübə yaşamaq istəyi yaradır. Samburskinin fikrincə, nəticədə istirahət insanı bərpa edən prosesdən çox yerinə yetirilməli olan növbəti tapşırığa çevrilir. Bu vəziyyət əlavə yorğunluğa, stressə və hətta düşünülməmiş maliyyə xərclərinə səbəb ola bilər. Mütəxəssis bildirib ki, keyfiyyətli istirahət üçün insanın çoxlu fəaliyyət planlaşdırmasına ehtiyac yoxdur. Bərpa olunmaq üçün rahatlıq hissi, fiziki və emosional rahatlama kifayətdir.